Salam uşaqlar, səhifə 94-ü izah edirəm. Diqqətlə qulaq asın. Cəmi 29-da tapşıraq. Cəmi 480 olan bizdə sürətin üzərinə verir, cəmləri verir. Cəmi 480-dir. A sayda məxrəcdə göstərirdik. Ədədi ortası 12-dir. A-nı necə tapırıq? A-nı bölmədir. Sağa gələndə vurma olur. 12 vur A bərabərdir 480. A da bərabərdir 480 bölünsün 12. A da bərabərdir 40-a. Anladıq. 40-dır. İndi deyir ki, A və B ədədlərinin ədədi ortası. A-la B ədədlərinin ədədi ortası, yəni 2 dənə ədəddir, bərabərdir 52-yə. A-mızı biz nə tapmışıq? 40. Yazırıq 40 üzərinə B bərabərdir 2-yə 52. 40 toplam B bərabərdir 104. B də bərabərdir 104 çıxılsın 40. 64. İndi keçirəm 30-cu çalışmaya. 30. Altı ardıcıl cüt ədəddir. Baxaq. 6 dənə ardıcıl cüt ədəddir. Məsəl üçün, birincisi x olandır, digəri, baxın, belə olur. Birinci, ikinci, üçüncü, 6 dənədir, baxın. 5-ci və 6-cı. Bunlar cüt-cüt qruplaşırlar. X topla 2, x topla 4, x topla 6. Cüt ədədlər 2 artır. Uşaqlar bilirsiniz. Bu cüt ədədlərin ədədi ortası 25-dir. Bu cüt ədədlər. Ədədi orta nə idi uşaqlar? Ədədləri toplayıb sayına biləcək. Ədədlərimizi gəlin toplayaq. Sayı nə qədərdir? 6 dənə ədəddir. Bunun ədədi ortası 25-dir. Gəlin, bu bölmədir. Sağa gələndə nə olur? Vurma. X. Neçə x var? 1, 2, 3, 4, 5, 6. 6x üzərinə 2, 4, 6, 12, 20, o da 30. Neydi? 30. 25 bölmə 6-dır. Sağa gələndə nə olur? Vurma. 6 5-in 30. Baxın, 25-i vuracam 6-ya. 3 yadda 6 və 2-in 12. 3 yadda da 100. Neydi? 150. 6x bərabərdir. 150-dən 30 çıxıram 120. X da bərabərdir 20. Demək, bu ədədimiz 20. Bu 22. 24. Cütdür axı. 26, 28, da 30. İndi bu ədədlərin 2 ədədini çıxıram. İlk 2 ədədi çıxdım. Baxın, bunu çıxdım. Bunu çıxdım. Qaldı burada hansılar? Bunlar. Yazıram. 24 üzərinə 26, üzərinə 28, üzərinə 30. Deyir, bunun ədədi ortası. Yəni, 4 dənə ədəddir. 4-ə bölərəm. Görən neçədir? 24 ilə 26. 50 elədir. 50. 50-nin üstünə 28 gələm. 78. Üzərinə də 30 gələm. 108. 108-i bölürəm 4-ə. 2 dəfə 27. Cavabımız nə oldu? 27.
Bir yaxçında nə aldıq? 64. Burada 27. Otuz birə baxırıq. Bir qrupda 3 kişinin orta yaşı 35-dir. Demək, toplam bunların yaşları cəmi neçədir uşaqlar? 3 kişinin. Bax, 3 kişi var. Məsələn, X, Y, Z. 3 dənə. Bunların 3 kişinin orta yaşı 35-dir. 35-i nəyə vuracam? 3-ə. Başqa bir qrupda 7 kişinin orta yaşı 7 dənə kişi var. Onların orta yaşı 25'i vuracağım 7'ye. Bu 10 kişinin orta yaşını tapın deyir. Bununla bunun yaşları cəmini neydi? 28. Uşaqlar, 3 kişinin orta yaşları 35'dirsə, həmin ədədi 3-ə vurur. 7 kişinin orta yaşları 25'dirsə, o ədədi 7'yə vururuq. 175. İndi deyir ki, bu kişilərin 10 dənə kişi var. 3 kişi bir yerdə, bu da 7 kişi. 10 kişi eləyirmi? Bunlara toplayırıq. Aldığımız ədəd neçə kişi oldu? 10 kişi. 10-a bölürüksə 64, 27, burada 28 etdi. Geçirəm 32'ye. 32'də nə deyir? Burada yaz. 32'də nə deyir? Avtobus 4 saata 80 km sürətlə. 2 saata 92,3 km sürətlə getdi. Avtobusun orta sürətini hesablayın. İndi baxırıq. Buna bölürük. Neyinirik? Orta sürətlərini hesablayın deyir. Buna vuranda bizə gedilən yolu göstərir. Buna da vururuq gedilən yol. Bəli. Gəlin gedilən yolları tapalım. Yəni S-i tapalım. 80 V bərabərdir S bölünsün T. Sürət verilib, uşaqlar, zaman da verilib. Gedilən yolu tapmaq üçün neyinirik? S nəyə bərabərdir? V vurulsun T. İndi gəlin 80'i vuracağım 4'ə. 320. İndi o birisində bu S1'dir. İndi S2'ni tapırıq. 2'ni vuracağım 92,3'ə. 6, 4, 184,6. Deyə avtobusun orta sürətini tapın. Gedilən yolları tapdıq. Nə etdi? 320 üzərinə 184. Zaman nə qədərdir uşaqlar? Birində 4'dür, birində də 2. Ümumi nə qədərdir? 6. Biz buna gətirməliyik uşaqlar. S-lərimizi tapdıq. S1 üzərinə S2 gəlirik.
bölürük T1 üzərinə T2. Biz ondan edirik. Baxın. S1 tapdıq, S2-ni də tapdıq. T1'lərimiz də bəllidir. T1'imiz nə idi? Biri 4'dür, biri də 2. Ona görə toplam 6 yazdım. İndi gəlin hesablayalım. 320 üzərinə 184 tam onda 6 gəlirəm. Bölürəm 6'ya. 84 tam onda 1 kilometr bölünsün saat. 84 tam onda 1. Keçirəm 33'ə. 33'də nədir? Biri o birindən 16,2 qədər böyük olan 2 ədədin ədədi ortası budur. 31,4. 2 ədəddən söhbət gedir. Biri o birindən 16,2 qədər böyük. Biri x olanda uşaqlar. Digəri də bundan 16,2 qədər böyükdür. 2 ədədin, baxın, 2 dənə ədəd var. Bu ədədlərin ədədi ortası 31,4'dür. Gəlin ədədlərimizi toplayaq. Bu 2 ədədi toplayaq. Bölək sayına. Çünki bax 1 ədəddir, o bizdə bu ədəddir. 2 dənə ədəd oldu mu? Və bunların toplamı ədədi orta oydu ki, 2 ədədi toplayıb bölürük 2'yə. Bərabərdir. Neçəyə? 31,4'ə. Uşaqlar, yenə deyirəm, bu bölmədir. Sağa gələndə vurma olacaq. Gəlin bunları toplayaq. X-dan X-i toplayalım. 2x topla 16,2 bərabərdir. 31,4'ü 2'yə vuracağım. 8, 2, 6. 2x bərabərdir. 62,8'dən çıxacağım 16,2. 8'dən 2 çıxıram 6. 12'dən 6 çıxıram. O da 6. Burada 5 qalmış. 5'dən 1, 4. X bərabərdir. Sağa gələndə bu 2. Bura gələndə bölmə olacaq. 46,6'nı böləcəm 2'yə. 2, 23, bu da 3. Ne idi? 23,3. Birinci ədədimiz 23,3'dür. Digəri də bundan 16,2 böyükdür. İndi 23,3 üzərinə 16,2 x-ımızı, çünki biz 23,3 almışıq, yerinə qoydum uşaqlar. 5, 3 ilə 6'nı topladıq, 9. Burada da 2 ilə də 1'i topladım, 3. Nə alındı? 39,5. Cevabımız 39,5. 23,3 və 39,5. Otuz dördə baxırıq. Biri o birindən 3 dəfə böyük olan 2 ədədin ədədi ortası 17,8'dir. Biri o birindən 3 dəfə böyük 2 ədəddir. Bax, 2 ədəddir. Biri o birindən 3 dəfə böyük. Biri x olanda uşaqlar, biri də 3x olur. 3 dəfə böyük deyil. 2 ədədin ədədi ortası 17,8'ə bərabərdir. 2 ədədimiz hansıdır? Biri budur, bir də budur. Bu ədədlərin ədədi ortası. Bölürəm 2'yə bərabərdir. 17,8. 1x-nə 3x-i toplayıram. 4x bərabərdir. Bu bölmədir. Sağa gələndə vurma olur. 17,8'i vuram 2'yə. 4x bərabərdir. 16, 1 yadda, 14, 1 yadda, 15, 1 yadda, 3, 35,6. X da bərabərdir. 35,6'nı
böləcəm 4-ə. Aldıq cavabımızı 8,9. Demək, birinci ədədimiz, yəni x-ımız nədir? 8,9. Buraya yazıram 8,9 və ikinci ədədimiz necədir? Vururam 3-ə. 26,7.